görmüşsünüz həqiqətən də. Salman xan artıq mənim bir neçə ildir ki, yəni bu brasletdən istifadə edilir. Bəlkə bir 15 ilə qədər. Mən də arzum idi ki, Hindistanda bir şey çox satılır, gümüş rəngdə falan, amma mən istədim qızıldan eləyim. Maşallah, maşallah, çehrə maşallah, mənə pehra maşallah, तुझको चुराया है, पाया है ये जहां. Salman bütün filmlər taxır. Yəni ki, baxmayaraq ki, obrazı nə obrazı olsun, Salman xan hər bir filmdə, yəni ki, onun əlində bax bu brasleti görə bilərsiniz hər bir filmdə. Mən də ki, mənim sevimli aktyor olduğuma görə mən onu istədim belə də follower eləyim və belə bir aksiya keçirdim. Həm də ki, bu yaxınlarda Salman xanın başına bəzi problemlər gəlmişdi. Mən də bir aksiya kimi buna qoşulub, yəni dəstək oldum. Bu qızıldı və bu izumruddur da, yəni daşları da spesialne gətirdirmişəm, çünki zümrüd tapmaq çox çətin idi, amma ki, nəhayət ki, özümə belə bir hədiyyə bağışlaya bildim. Bu aksesuarla o bahalı daşqaş taxan məşhurların sırasına qoşuldu. Deməzdim ki, çox bahalıdır, qızıldır və zümrüddür, yəni. Sadəcə biraz qramı çoxdur deyə, ona görə biraz belə yəni qiyməti yəni şey eləyir də, amma belə sən deyən çox bahalı deyil. Şahruxandan sonra Salman xanın vurğunu olan Aksana bir aksesuarla kifayətlənmədi. Qolbaq sifariş etdirən Aksana hətta onun boyunbağısından, sırğalarından da taxdı. Ürəyi Hindistanla döyünən Aksananın növbəti görüşdüyü məşhur isə Hema Malininin qızı oldu. Hema Malininin qızı ilə, eş ediyolla biz bir hansısa kiminsə ad günü idi, yadımdan çıxıb kiminsə ad günü idi, orada biz oyuna görüşdük. Yoldaşına, həyat yoldaşından idi, bir yerdə oturduq, əyləndik, yeyib içdik, axırda şəkillə çəkdirdik, danışdıq. Masını yada saldıq. Yada saldıq təbii ki, belə indi biraz ayrı yaşır onlardan, amma belə də, yəni münasibətlər var, hər şey yerindədir. Hima'nın qızından danışan rəqqasə onun atasından da söhbət açdı. Xarmendranın evində olmuşam, o bizim məşhur Şakanın evində olmuşam. Fariz Əliyev, mən və Şəhriyar Əbilov, biz onun evində qonaq olduq. Çox gözəl bizi qarşıladı. Hema Malini artıq onun ikinci ailəsi idi. Amma sadəcə belə pis çıxmasın, dalca danışmaq da olmasın. Amma eşitmişik ki, onlar Hema Malini ayrılıb və Xarmendra Şaka, yəni belə, o yenə qayıdıb təzə köhnə ailəsinə. Yaxşı, ay Aksana, bu qədər Hindistana gedib gələrkən, bəs səninə bax Bollywoodun məşhur kinolarında görəcəyik. Balıq bilmirəm, o qismətdir də Vüqar, sən də özün bilirsən. Təbii ki, çətindir, yəni dünya şöhrətli bir aktyordur. Tarkanla çətindir kimsə duet oxusun. İnşallah hamısı qismətdən irəli gələn bir şeydir. İnşallah ki, mən düşünürəm ki, nə vaxtsa açansa, Allah Taala mənim alnımda yazıbsa o olacaq. Növbəti xəbərimiz aktyor